Etmək, yəni hər hansı bir məsələdə səhv tapmaqdır, Bəli. onu bildirməkdir. Amma tənqidi təfəkkür hər hansı bir məsələyə doğru yanaşmaqdır. Bəli. Rasional yanaşmaqdır, qərəzsiz yanaşmaqdır. Yəni insanın öz fikirlərinə yox, həmin o məsələyə aid fikrini bildirməkdir, dəyərləndirməkdir. Doğrudur müəllimə. Doğrudur. Hər hansı bir şeydə mühakimə edəndə biz, əgər əlimizdə dəlil yoxdursa, sübut yoxdursa, mühakiməni yəni dayandırmalıyıq. Tənqidi düşünən insan. Doğrudur müəllimə. Yaxşı, bizə desin Günel müəllimə. Tənqidi təfəkkürü formalaşdırmaq üçün hansı bacarıqlar var? Deməli, müəllimə, tənqidi təfəkkürü formalaşdırmaqdan ötürü inteqrasiya eləməyi bacarmalıdır, təhlil eləməyi bacarmalıdır, izah etməyi bacarmalıdır insan. İnformasiyalar toplayıb, informasiyalarla problemlərin həll eləməyi bacarmalıdır. Bəli, doğrudur. Yaxşı. Bəs tənqidi təfəkkürü deməli formalaşdırmaq üçün hansı üsullardan istifadə olunur, təlim üsullarından? Müəllimə, orada 4M1KH üsulu var idi ki, o da sual-cavab idi da müəllimə. Bəli, sual-cavab texnikasıdır.